söz verilir Qubadlı rayon icra hakimiyyətinin başçısı Cənab Malik İsadova. Aziz Qubadlılar, hər birinizin bayramını təbrik edirəm. Bugün əsl bayramdır. Gül Məhəmmədin anadan olmasının biz 80 illiyini keçirdik. Onunla bərabər Mirsədi Ocağına, Mirəmzə Seyid Ticari Ocağına ziyarət edirik, baş çəkirik və yada salırıq. Bugün həm də görürsünüz ki, doğrudan da bu ailə, bu ocaq nə qədər müqəddəsdir, nə qədər əzizdir, nə qədər xeyirxahdır. Bilirik ki, sabah Ramazan bayramı başlayır. Bugün Mir Məhəmmədin doğum günüdür. Bu elə belə təsadüfi deyil. Mən həmişə söhbət düşəndə, danışanda, ulan dərdən Allah qanı gəldi rəhmət eləsin, söhbət düşəndə mən həmişə deyirəm ki, Heydər Əliyevin həyatında təsadüfi heç nə yoxdur. Təsadüfən nəyisi olsun, bu yoxdur. Bu əvvəldən düşünülmüş, əvvəldən ilahi tərəfdən planlaşdırılmış, ilahi tərəfdən əvvəldən yaradılmış bir gündür. Bax, elə bu gün Mir Məhəmməd ağanın bu doğum gününün düşməsi, sabah Ramazan ayının başlaması, müqəddəs İslam dünyasının ən müqəddəs bayramlarından biri. Bütün insanlar istəyirlər orada təmizliyə çıxsın, paşlığa çıxsın, öz həyatını əgər hər hansı bir çirkab varsa bundan təmizləsin, öz həyatını daha da yaşlaşdırsın, ən müqəddəs bayramlarımızdır. Bax, bu gündən təsadüf edir, ona görə mən bir daha qəni-qəni Mir Məhəmmədə, Mirsəd ağaya, Mirəmzə Seyid Ticariyə rəhmət diləyir. Qoy Allah onların həmişə bax belə bundan sonra qalan günləri, yaşayışları onlar üçün, onlar sevənlər üçün belə eləsin. Burada Mirəmzə Seyid Ticari haqqında söhbət getdi və bir qeyd olundu ki, hələ 1800-cü ilin ortalarında, indi biz onu bilmirik, 1820-də olur, 30-da olur, Mirəmzə Seyid Ticari gənc yaşlarında azadlıq hərəkatına qoşulub, Şeyx Şamilin dəstəsində olub və onu çoxlu təqiblər olub, onu aradan götürmək istəyiblər, öldürmək istəyiblər və Mirəmzə Seyid Ticari harada gəldi yox, hara inanırdı, hara etibarlıdır, orada olub həyatını devam edir. Həmin Mirəmzə Seyid Ticariyə olan rəğbət, ona olan hörmət, ona olan inan mənim də nəslim tərəfindən burada qeyd olundu. Allah Səfər bəyə rəhmət eləsin, mənim babamdır və o Seyid Ticariyə haradadsa biri deyir 5 ay, biri deyir 6 ay, biri deyir 1 il Hərtiz dağının başında Mirəmzə Seyid Ticariyə xidmət edib, o Çərəli kəndindən samovarı qaynadırmış, yeməyi pişirdirilmiş, haradadsa Çərəlidən çıxart və Hərtizin başına 4-5 kilometr var, aparılmış, orada ocaq qalamırmış ki, tüstü çıxar, Mirəmzə Seyid Ticarinin yerini bilənlər. Və bu bir müddət keçəndən sonra olmuş bir neçə əhvalatı danışacağım. Bu həm yaddaş üçün lazımdır bizə, həm bilək, həm Mirəmzə Seyid Ticari haqqında, Mirsəd ağa haqqında daha yaxşı məlumatımız olsun. Mən şəxsən 5-6 il buna qədər illər bundan qabaq bilmirdim ki, Şıxəfəndi Mirəmzə Seyid Ticaridir. Biz onu Şıxəfəndi kimi tanıyırdıq, bilirdik ki, Şıxəfəndidir. Deyəndə ilk dəfə mənim yanında Mirəmzə Seyid Ticari dedim, o kimdir? Mən belə bir adam tanımıram. Dedilər, nətər tanımırsan? Şıxəfəndi. Dedim, biz onu Şıxəfəndi kimi tanıyırıq, Şıxəfəndi kimi bilirik. O, bir neçə ay Hərtiz dağında qalandan sonra mənim babam Səfər bəyə deyir ki, Səfər getməliyik, mənim artıq yerimi bildilər. Deyir, yaxşı, sabah gələrəm,
Deyir, məni Arazdan azlar, mən getməliyəm, deyir, yaşlı tabaqələrə səni Arazdan keçirərəm. Səhər tezdən gedir, indi 3-də gedir, 4-də gedir, bilməm. Gedir, Mirəmizə Seyid Nicarini də götürüb, bir adım edir. Hansı ki, Səfər bəyin böyük atıltısı vardı, onun imkanları vardı, imkanlı adamıdır, dövrünün imkanı bəylərindəndir. Deyir, Səfər, niyə bir atından gəlmişsən? Deyir, belə yaxşı. Otururlar, atı minirlər, bu Seyid Nicariyə deyir ki, sən qabaqda otur, mən arxada oturacağım. Otururlar belə, Akarıya yaxınlaşana qədər, Akarıya yaxınlaşanda düşür Səfər bəy, deyir, indi sən keç artıya, mən qabaqda oturacağım. Bunu da deyir, yaxşı. Keçirlər, gəlirlər, düz Arazın qırağına, düşürlər idi, Mirəmizə Seyid Nicari Arazı keçib, addamalı İran tərəfə. Deyir, Səfər, səndən bir şey soruşacaq, amma mənə düzün idi. Deyim daha. Deyir, nəyə görə Akarıya qədər sən arxada otur, Akarıdan sonra qabaqda otur. Deyir, ona görə arxada oturdum ki, bizi vırsaydılar, arxadan bakacaqdılar. Mən dedim, qoy mənə dəysin. Akarıdan sonra dedim, bizi vırsaydılar, qabaqdan bakacaqdılar. Ona görə qabağa keçdim ki, qoy atılsa, vurulsa, nə vurulsun. Nəysə, bunlar halallaşırlar orada, görüşürlər. Orada Səfər bəyə bir cam bağışlamışdı, bir təsbih, bir də qurqa. O camdan mən də su içmişəm. Bizim kətdə kim xəstələnirdi, içində aparıb o sudan, o camda yemək yedirdilər, su içirdilər ki, bu kömək olsun. Və adlayır İran tərəfə, İranın şahına deyirlər ki, və belə bir adam gəlib, deyir, mən şeyxam, şixabəndiyəm, biliciyəm, deyir, gətirin onu yoxlayaq. Çağırırlar Mirəmizə Seyid Nicarini, deyirlər, sən nə ilə subut edərsən ki, sən işıqsın. Gör, onu siz yoxlayaq. Baxın, necə? Deyirlər, yaxşı, gedib bir balalı inək gətirir, qarnı balalı inək gətirirlər, hansı ki, 15 gündən sonra da olacaq. Deyir də görək, bu inəyin qarnındakı balası nədir? Mirəmizə deyir, əvvəlcə qoy sizin şeyxiniz desin, sonra mən nəyirəm. Bunların şeyxini çağırırlar, deyir, qarnındakı dişi bala. Deyirlər, indi sən dişi baladır, alnında qaşqadır. Deyirlər, indi sən, deyir, o düz dedi. Qarnındakı dişi baladır, amma alnı qaşqa deyir. Onun quyruğunun üzü sağaldı, ağdır. Qatlanıb alnında yanıb, elə bilirlər ki, qaşqadır. Bir 15 gündən sonra inək doğur, görürlər, Mirəmizə Seyid Nicari deyəndi. Şah deyir ki, bir hissəni ayırır ki, buranı verirəm sənə, sən burada rəhbər deyərəm. O, orada bilmirəm, 1 il qalır, 5 ay qalır, gedir Türkiyəyə. Türkiyədə getməyinin səbəbi orada İsmail Əfəndi olur, İsmail Əfəndidir. O da böyük ziyarətgahdır və Mirəmizə Seyid Nicari Azərbaycanda olanda onun müridi olur. Həmin o İsmail'in müridi olur, elə o İsmail'e görə də gedib ora. Bu, orada gedir evlənir, ailəsi olur. Orası mən dəqiq bilmirəm. Əmisi Həsən onun, Mirəmizə Seyid Nicarinin əmisi Həsən Amasya'dan olur. O Seyid Nicari'dən qabaq gedib ora, sonra gedir. Onu yaqin ki, Mürsədağa nəslindən olanlar daha yaxşı bilirlər, daha dəqiq bilirlər. Və olmuş, eşitdiyim, necə bizə söhbət edirlər, danışırlar. Bir həmdə Seyid Nicari burada olanda, Nicar, o hansı ki, ləqəb götürüb Nicari, bunu mən eşitdiyim kimi deyirəm, ola bilsin, hardadırsa, bəlkə də elədi, amma mən belə eşitmişəm. O heç olmasa hamımızın məlumatımız olsun, hamımız bilək ki, bu Nicari hardan, Nicar kimdir, hardan gəlir bu Mirəmizə Seyid Nicariyə? Mirəmizə Seyid Nicariyə buta verir ki, Nicari ilə bunlar
sevgili. Bu da Nicara da verilir, Mirəmizə də. Bunlar bir-birini heç vaxt görmüyorlar. Ancaq yuxuda, ancaq belə danışıqda. Bir gün Mirəmizə Seyid Nicari şəkildə dost olur. Dostunun evinə gedəndə baxır ki, qabağına bir xanım çıxdı, əlində nə deyirdik bizə, teş deyirdik, yoxsa ləyən deyirdik. Bu belə baxır, deyir Nicar. Nicar baxır buna Həmzə, hər ikisi Nürəyi gedir. Müəyyən vaxtdan sonra bunlar ayrılırlar, araşdırırlar ki, doğrudan da bunlara ilə tuta verilir, bunlar bir-birini sevir. Amma bu həmin Həmzə Seyid Nicarinin dostunun həyat yoldaşıdır. Dostu Nicar'la deyirlər. Dostu deyir ki, mən Nicar'dan bugünlə ayrılıram, Allah'ın qayda qanunu ilə siz evlənin, mən buna razıyam. İndi kişiliyə bax da, gör kişilik. Bir Həmzə Seyid Nicari deyir, ömründə belə şey ola bilməz. O sənin həyat yoldaşındır, elə sənin həyat yoldaşın kimi qalacaqlar. Sonra hansı ki, Bir Həmzə Seyid Nicari Azərbaycanı tərk edib, gedir, Amasya'da evlənir, bir oğlu olur. Bir Həmzə Seyid Nicari'nin cəmi bir övladı olur. Oğlu olub, onun adını Siracəddin olub, Siracəddin adında oğlu. Bir akşam gələndə evə həyat yoldaşı deyir ki, Həmzə Nicar öldü. Həmin o buna verirlər burada Nicar xanımın ölüm xəbəri verir buna. Bir Həmzə Nicari'yə baxır, deyir sənin ziyarın yansın. Bu dar vaxtı, bu xəbəri sən mənə niyə verdin? Üstündən bir ay keçir, 5 ay keçir, Siracəddin ağır xəstəliyə düşər olur. Oğlu ağır xəstəliyə düşər olur. Deyirlər, yalvarırlar buna ki, dua etmək, yalvar Allaha qoy, Siracəddin sağalsın. Deyir, mən onu ömrümdə eləmərəm. Deyir, yoldaşı deyir, niyə? Deyir, çünki sən ham bilir, qadının ziyar parası onun övladıdır. Mən sənə bir dəfə qarqış elədim, dedim, sənin ziyarın yansın. Mən Allaha narahat elədim. Mən ikinci dəfə, heç vaxt Allaha narahat edib, dua edə bilmərəm ki, o sağalsın. Və belə Siracəddin rəhmətə gedir, əmsi Həsənin yanında, Amasya'da əmsi Həsənin yanında dəfn edirlər. Özü rəhmətə gedəndə, Amasya'dan çox aralı olur. O vaxt maşın yoxudur, bilirsiniz, gedib gəlmək arabı iləndir, bir 15 günlük yoldur. Deyirlər ki, səni ora aparıb biz çıxarda bilməyəcəyik. Özdə yay vaxt olur, istivaqlar. O vaxt ora gedənə qədər meyid deyirlər. Biz səni ora aparıb çıxarda bilmərik, elə burada dəfn edəyək. Onda hələ biraz da onlara acıqlanır. Deyir, mən 85 il Allahın yolunda külük salmışam. Siz məni aparın. Baxdınız ki, harada ilənmişəm, orada basın. Belə də olur, götürürlər bunu, Amasya'ya gətirirlər, inanırsınız, 15 gün yol gəlmiş meyid, açırlar ki, tərtəmiz gül kimi, elə bir şey elə, indi rəhmətə gedir. Elə dəfn olunmuş, mən olmuşam onların dəfn olunduğu yerlərdə bir neçə dəfə. Elə dəfn olunmuşmuş ki, əmsi Həsəndir, əmsindən sonra Siracəddindir, sonra yer azdır. Əmsi ilə Siracəddinin arasında məsafə biraz böyükdür. Ondan sonra 3-cü qəbri qazmaq biraz çətindir. Otururlar, edirlər, fikirləşirlər, deyirlər, nə eləyək, nə kər eləyək. Nəysə deyirlər, qoy səhər açılsın, baxar. İnanırsınız, bunu mənə Həsənin övladları nəticələri söhbət edir. Deyir, sabah gəlirlər, baxırlar ki, Həsənlə Siracəddin qəbri yaxınlaşıb, 3-cü qəbrində dəfn olunması üçün yaxşı imkan yer yarar. Və Bir Həmzə Seyid Nicari'nin orada dəfn edir. Bir Həmzə Seyid Nicari'nin böyük əsərləri var, şeirləri var, qəzəlləri var. Onun hardadırsa 5000-dən yuxarı
2 cilddə 400-500 səhifəlik 2 cilddə əsərləri var ki, şeirləri çox dəyərli, həm əxlaqi cəhətdən, həm mənəviyyat cəhətdən, həm tərbiyəvi cəhətdən, həm ibadət cəhətdən çox əhmiyyət kəsb edən şeirlərdir. Bu, Mirəmzə Seyid Nicari rəhbətə gedəndə hələ Mirsad Ağa Amanbeylə görüşdür. Sonra Mirsad Ağa dünyaya gəlir, bu elə dədə babalardan da eşitdiyimizdir, bildiyimizdir, deyirlər, yaxşı oğul dayısına oxşar. Elə Mirsad Ağa nəinki dayısına oxşuyur, hələ biraz da deyərdim ki, ondan qabağa keçmişdim, Mirsad Ağanı tanımayan, Mirsad Ağanı bilməyən, bu vaxtda elə bir ikinci bir şəxs yoxdur. Mirsad Ağanda mənəvi qida almayan belə bir insan yoxdur. Biz hər birimiz, hamımız o ocaqdan mənəvi qida almışıq, o ocaqdan qidalanmışıq. Bu ocaq tək seyidliyin yoxdur. Seyidlik deyil, həkimlik deyil, mühəndislik deyil, nə bilim, xeyirxahlıq deyil. Bir Məhəmməd gedib yol salırdı, körpü salırdı. Bazı ki, mühəndis işidir, mühəndis bu işi görməlidir. Və o nöqteyi nəzərdən də Mir Məhəmməd həkim oldu ki, elə bunun şəfalı əlləri kimə dəyəcəksə, kimə toxunacaqsa, o bir xeyir tapacaq, o bir şəfa tapacaq. Mirsad Ağanın böyük görücülük qabiliyyəti vardı. Mən burada iki olmuş əhvalatı danışacağım, hansı ki bizim ailə ilə bağlıdır. Bizim ailə ilə Mirsad Ağa ailəsi, Mirəmzə Seyid Nicar ailəsi yaxın olub Səfərbəydən artıq bunu hamı bilir. Yəni, Mir Məhəmməd anadan olan günü Mir Məhəmməd tək olmayıb. Mir Məhəmmədin bir bayisi da olub, həmin gün rəhmətə gedib anası da. Elə həmin gün Mir Məhəmmədi veriblər Sərəl kəndində, burada səsləndirildi, deyildi. Züleyxa Arvadda çox Mir Məhəmmədin dayısının yoldaşıdır. Həmin vaxtı onun, bilmirəm, onlardan bu gün burada var, yoxdur. Zərbab adında qızı dünyaya gəlmiş imiş, həmin Züleyxa xanımı. Yəni artıq bu süd verilmiş. Züleyxa Arvad Zərbabı uzaqlaşdırıb, deyib, mən südümü ancaq Mir Məhəmmədə verəcəm, Zərbaba inək, camış südü, nə bilim, sat. Bax, belə neçə il ona qulluq eləyib. Bir xoşbəxtçilik də oradadır ki, bu hamımızın sevincidir, hamımızın sevdiyimizdir. Mir Məhəmməddir. Mir Məhəmmədə 1-ci sinifdən 4-cü sinifəcə məmutan dərs deyib. Onun şagirdi olub, Sərəli böyük kəndi, tabi 120-dən çox etibarıdır. Mir Məhəmməd hansı dəqiqə, hansı saat Sərəliyə gəlirdisə, o 120 eldən aşağısı 70-80-dır. Şahslar kişinin qapısında Mir Məhəmmədlə görüşməyə gəlməliydilər. Mir Məhəmmədlə görüşməliydilər. Mir Məhəmməd qapıya salır, Züleyxa xanımla görüşəndən sonra həmişə birbaşa bizim evə gəlir. Mən gedim, müəllimlə görüşüm sonra. Bax, Mir Məhəmməd tərbiyəsi, Mir Məhəmməd etikası buydu. O, anası ilə bayısını dəxil edəndə qəbristanlıqda birbaşa deyir, namaz qılır, atamla özü söhbət edir. Deyir, mənə dedilər ki, səni Mirsad Ağa çağırır. Getdim. Deyir, mənə dedi ki, ged anana da götür, gedəmə. Deyir, dedim, ağa, ne olub, dəxil ediyə, sonra deyir, dedi, əsər dedim, ged anana da götür, gedəmə. Deyir, mən gəldim, anamı da götürdüm, gəldim. Kəndə çatdım, yarım saatdan sonra atam öldü. İndi baxın. Bu, indiyə mən işləmişəm, mən görməmişəm. İstəyir hansı akademik olsun, istəyir hansı kim olsun, nə olsun, qabaqsadan sənə desin ki, gedəbə yarım saatdan, bir saatdan sonra səni faziyə gözləyir.
Amışda davam belə xəbərdarlıqları çox olub, belə görməkləri çox olub. Hamımız kənd adamıyıq, heyvanımız itirdi, nə bilim malımız itirdi, qaçırdıq Müstədağanın üstünə ki, hardadır, nə bilim nə. Deyirdi, birinə deyirdi filan yerdədir, birinə deyirdi filan yerdə balalayıb, ged oradadır, birinə deyirdi, qorma, sabah gələcək. Yəni, Müstədağada bu qabiliyyət var. Mir Məhəmməddə bu qabiliyyət var. Bunlar tək, yəni elə-belə yaşamaqla Müstədağanı nəyə görə təqib edirdilər? Nəyə görə bir Müstədağanı həbs edirdilər? Ki, sən güya Müstədağa Dundarlıda, Dəmirçilərdə, Mirlərdə cəmaatı yığıb Sovet hökumətinin əleyhinə təbliğat atlar. Bir adam deyə bilməz ki, ömründə Müstədağa bir dəfə bir yerdə olsun, nəysə hökumət əleyhinə, dövlət əleyhinə nəysə edilsin. Adil o vaxtlar kolxozçulara gün verir, əmək verirdilər. O yaxın kəndləri, bunları, Dəmirçilər, Çərəli, Saray, Şanlı, bu kəndin adamları Müstədağaya düşən gəlib sahəni əkini lazımdırsa əkirdilər, biçmək lazımdırsa biçirdilər, sulamaq lazımdırsa sulamırlar. Bəli, qoymurdular Müstədağaya gedib nəysə eləsin. Amma Müstədağa dövlət əleyhinə nəysə desin, dövlət əleyhinə nəysə danışdı. Bunlar mümkün deyil. 2 dəfə ya 3 dəfə o Müstədağa həbs oldu, baxırıcısı 58-ci ildə həbs olmuşdu. 60-cı ildə bilirik ki, Müstədağa dünyasını dəyişmişdi, rəhmətə getmişdi və Müstədağa rəhmətə gedəndən sonra mən deyərdim Mir Məhəmməd tamam başqa cür. Elə bil ki, o nə yaşı vardı o? 14-15 yaşı vardı Müstədağa rəhmətə gedəndə, amma ona elə bil ki, 150 yaşında bir axsaqqalıdır, bir təcrübəli bir insandır. Öz məsləhətləri ilə, öz təcrübəsi ilə bir Məhəmməd gedən yerdə, bunu rayonda olanlar çox gözəl bilirlər. İstəyir hüquq mühafizə orqanlarında olsun, istəyir belə olsun, orada mütləq sülh olmalıydı, orada barışıq olmalıydı. Orada insanlar bir-biri ilə yaxşı rəftar eləməliydi. Və zamanlar da Mir Məhəmmədi necə sevirdilər? Nəinki zamanlar, nəinki yaşlılar. Qubadlının elə bir kəndi yoxdur. Qubadlının elə bir yaşayışçı yoxdur ki, o ocaqdan narazı qalsın. O ocağa itaət eləməsin, o ocağı sevməsin. Yəqin ki, derim ki, farklı deyəcəm, birini dedim. İkinci fakt mənim öz gözlərim qarşısında olub. Mən bunu görmüşəm. Birinci, hələ ondan deyim ki, 65-ci ildə, səhvələmirəmsə 65-ci ildə Mir Məhəmmədin toyu, özdə hardadırsa aprel-may aylarıydı. İsti vaxtlıydı. Bizim kəndin cəmaatının hamısı getmişdi. Kənddə bir adam qalmamışdı ki, uşaqdan böyüyə, hamı böyüyə getməsin. Həmin toy düz bir həftə toy oldu. Mir Məhəmmədin toyu bir həftə olub, kəndləri ya 2 kişi çağırırdılar, ya 3-3 baxırdı balaca kəndləri, Qubadlının bütün kəndləri dəvət olmuşdu. Amma bizim kəndi sərəliləri bir gün tək çağırmışdılar. Bir gün tək çağırmışdılar. O da yenə deyirəm, ondan gəldi ki, cəmaat hamısı sevincinin həddi hüdüdü yoxdur. Hamısı iştirak eləmək istəyirdi. Təsəvvür edin, onda toyda, mən birinci də uşağımda, 12 yaşım vardı. Mən onda birinci dəfə görürdüm kosa bəzəmək. Qorçev Yusif vardı. Binəqədi Kirovsk, Pasyolkanın Uçaskovusu, özdə milis kapitanıydı. Kosa bəzəmişdilər Yusif. Yusif razılıq vermişdi, polis işçisi, polis kapitanı, o böyüklükdə Kirovsk, Pasyolkanın Uçaskovusu bunu kosa bəzəsinlər, Mir Məhəmmədin toyunda bu kosalar edəsin. Onu deyilədi. Yox, o Müstədağa ocağına Akaylıdır ki, bu Müstədağa ocağıdır, burada mənə heç kim işləri yapılmaz. Və onu necə çox istəyir, ona necə itaət edirdi, bunu çox yaxşı bilirlər. Müstədağa uzun müddət Kirov Pasyolkası ilə qalıb orada
fiziki əməklə güya məşğul olurdu, belə bir şəraitlə yaradılmışdı ki, ona orada o karobkalar düzəldirdi öz evində. Onun həbsinin biri belə olmuşdu. Öz evində karobkalar düzəldib satışa verirdilər ki, yəni Mirzə Dağanın günahlandırmasınlar ki, bizim kənddə Məzəyim vardı, bunu yaxşı tanıyır. O Nəsibi ilə onların toyuydu, 69-cu ildə. Ben şadı səhv edim. Məzəyim Üzeyimi mən həmişə qarışdırıram. Bunun toyuydu. Bunlar da kənddən çoxdan çıxıb getmişdilər. Kənddə evləri zadı yoxdur. Elə toy belə qərara gəlindi ki, Ədir kişinin qapısında çalışsın. Mönsum buradadır. Bax, Mönsum'un başçısının toyuydu. Belə qərara gəlindi ki, elə toy Ədir kişinin qapısında çalışsın 2 gün. Bizdə kəndli toylar 2-3 gün olurdu da. Heylədi, o vaxtda Ağsaqqallığı da Mir Məhəmməd eləyirdi. Onlar dostdular, Mir Məhəmməd Ağsaqqallığı eləyirdi. Biz də getmişik, ailəlik, hamımız getmişik toya, axşamdır. Mir Məhəmməd durdu, burada bir hava saldırdı. O vaxtlar modlu olan havalardı, zamanlar hamısı bunu oynuyurdu. Tormuz Hüseyni deyirdilər və yaxud kəsmə hava. Gəldi mənim atamı çağırdı. Havanı saldırdı, dedi, mən öz ilk müəllimimlə oynayacağım. Nəysə oynadılar, o havanı biraz bilirsiniz də, görmüsünüz, saman havasıdır da. Akşam gəldiyi və anam atamla sporlaşdı. O vaxt mənim atamın da 43 yaşı vardı. Kimdəsə Ağsaqqal adamsan, müəllimsən, Tormuz Hüseyin oynayırsan. Biraz atam da tanıyanlar, mənim atam tanıyanlar bilir ki, o çox ciddi adamdır. Dedi, ay zalimimizi, o havanın bir Məhəmməd saldır, Tormuz Hüseyin olmasıydı. Nə bilim, nə olsaydı ki, oynayacaqdı. Bir Məhəmməd saldırdığı havanı oynamayacaqdı. Görün, bir Məhəmmədə olan bu təşkil, mənim atam deyildi ki, hamı beliydi. Bütün yanaşma beliydi. Bir Məhəmmədin özü hansı toylara gedirdi, o toylar çox şirinlikli, çox gözəl, çox yaraşıqlı. Yəni, bir Məhəmməd gənc yaşından böyük Ağsaqqal olmuşdu. O, deyirəm, 35-36 yaşında rəhmətə gedəndə hamı elə bilərdi ki, bir Məhəmmədin 60-70 yaşı var. O Ağsaqqallığına görə, o özünü aparmağına görə. Və bugün bu adət ənənə davam edir. Mən şəxsən özümü çox xoşbəxt hiss edirəm ki, mən bu tədbirdə iştirak edirəm. Bir Məhəmmədin 80 illiyi özümü xoşbəxt sayıram. O cümlədən hər birimiz özümüzü xoşbəxt edib sayırıq ki, bir Məhəmmədin bu tədbirində iştirak edir. O ki, qaldı bizim Qubadlı həkimlərinin hər birini dahi adlandırmaq olar. Hər birini müqəddəs insan adlandırmaq olar. Bir anlığa təsəvvür edir. Qubadlıda nə vardır? O bayaq göstərdiyi bir çəkicüdür, bir bıçaqdır, bir qaççıydı. Güclü laboratoriyası yox, güclü cihazları yox. Yəni, amma buna baxmayaraq, gəlin görək Qubadlıda bir ildə xəstəxanada ölənlərin sayı nə idi? Bizim həkimlər o bilikləri ilə, o bacarıqları ilə qoymurdular bizim insanlarımız əziyyət çəksinlər, bizim insanlarımız ölsünlər. Bugün Qubadlıda elə bir ev var ki, Klaranın tutmadığı bu evdən bir uşaq olmasın. Bu il, bu günlərdə, bu illərdə Ulu həkim, Allah qəni-qəni rəhmət eləsin. Bir qayçısı vardı, bir bıçaq var. Amma görün, Qulunun əlində bir adam ölmüşdür. Ya Tofiq həkim olsun, ya Hüseyin Ulu həkim olsun, ya Bayram həkim olsun, ya Həmid həkim olsun, ya İsmail həkim olsun, ya Rəhmən olsun. Bağışlayın, ola bilər, mən kimin sadə yaddan çıxara bilərəm, çəkə bilmərəm.
Amma hamısı mənim üçün əzizdir. Bu hakimlərin hamısı mənim üçün əzizdir. Onlar hamısı mənim üçün diqqətə layiqdir. Bugün onların hər birini yardım şöbəkları burada iştirak edir, qohumları burada iştirak edir. Biz onları həmişə xoş xatirələrlə yad edirik və mənim deməyimin bu əsas məqsədlərindən biri də odur ki, bizim yazarlarımız var, çoxlu burada yazarlarımız oturub, bunları qeyd eləsinlər, yazsınlar, qoy bunlar yaddan çıxmasın. Tək bizim həkimlərimiz deyil, bizim müəllimlərimiz sevgiydi, bizim kolxozçularımız sevgiydi, bizim ahürsəklərimiz sevgiydi, ağsaqqallarımız sevgiydi. Biz deyirik ki, bu vaxtını unutmayaq. Unutmamaq üçün elə oturup sözlə demək ki, biz bu vaxtını unutmayaq. Bu düzgün deyil. Bu vaxtını unutmamaq üçün, bu vaxtını yaşatmaq üçün, onu yada salmaq lazımdır. Onu əbədiləşdirmək lazımdır. Bilmirəm, kitab şəklində, bilmirəm, lenta şəklində, nə tər olsun, hər birimiz bir ağsaqqallarımızı belə əbədiləşdirsək, bu bizim üçün həm böyük tərbiyəvi əhliyyəti var, həm böyük kiçiyimizi bilirik. Biz həmişə deyirik ki, bugün Azərbaycanda yeganə rayon, Qubadlı rayonudur ki, nə qocalar evində, nə yetim xanalarda bir də, nə Qubadlı ağsaqqalı abisəyi var, nə Qubadlı uşaq. Bunun hamısı bizim böyüklərimizə gələn olan hörmətlərlə gəlir. Böyüklərimizə olan sayılıdan irəli gəlir ki, heç bir Qubadlı övladı öz valideynlərini atıb qoymaz. Mən o verilişlərdən də hərdən bir baxıram, bu axtarışda olanlardan inanırsınız, mən hələ bir dəfə birini arası gəlməmişəm ki, bir Qubadlı ya valideyni, ya övladı atasını axtarsın, ya valideyn övladını axtarsın. Bunlar hamısı, yenə deyirəm, o bizim adət ənələrimizdən irəlidir. İndi Allah'a şükürlər olsun ki, Allah sənətimizdən sağlık versin. İşğaldan azad olub torpaqlarımız. Bu ilki kəndimizdə qayıdış olacaq, İslamın mahruz kəndi qayıdacaq. Bir neçə kəndimizin tikintisi başlayacaq və yaxında göstərdilər. Elə rayon mərkəzində, rayon xəstəxanasında bu cümlədən biz həkimlərimizi də yad etməliyik, həkimlərimizi də yada salmalıyıq, hər birimiz. Mən sizin hər birinizə can sağlığı, uzun ömür arz edirəm ki, bir Sədaq olacağını, bir Məhəmməd olacağını, bir Həmzə Seyid Mücəli olacağını heç vaxt heç birimiz unutmayaq. Bu, hər birimizin bu ocaqdan mənəvi qida almışıq. Babalarımız, atalarımız, biz özümüz də o qidaları bizim övladlarımız da alacaq. Bizim bundan sonra qoy Allah gəlirlər yazıldıqca bu ocaq duysun, bu ocaq yaşasın, bu övladları həmişə çalışır özlərini bu ocağa layiq varsın, bu ocağa layiq olsun. Mən bunu arz edirəm. Hər bir özgürləşlər təbrik edirəm, deyirəm, bayramımız mübarək, hər birimizin bayramıdır, bayramımız mübarək, Mir Məhəmmədin doğum günü və hamımızın bayramı. Mən bugünkü fürsətdən istifadə edib, Cənab Prezidentə öz Qubadlılarımızın, Qubadlılar adından dərin minnətdarlığımızı bildirərək, ona çox sağ olun deyək ki, bu günlərdə bizim gənc generallarımızdan birinə orden verir. Yəqin ki, Natiqi hamımız tanıyırsınız, Natiq Qarayevi, Sait Qarayevin oğlu və Sait Qarayev Sait Qarayev Mirsəli ocağına daima tayət edir. Sumqayıtdan bilin ki, nə vaxt lazım olur, zil avtobus olsun, zil başqa maşınlar olsun və bir ayda bir neçə dəfə o ocağı həmişə ziyarət edir. Elə bunun nəticəsidir, elə bu ocağın yaratdığı şəraitlər ki, onun da bəhrəsini görür, hamımızın bayramımız var.